Elmira Mirzəyeva 202 nömrəli tam orta ümumi təhsil məktəbinin fizika müəllimi. 20 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Fəaliyyətim dövründə dərs etdiyim şagirdlər arasında ən istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarığına uyğun yarışlara, olimpiyadalara, layihələri yönləndirməkdir. Fəxr edirəm ki, şagirdlərimlə, şagird komandalarımla birlikdə yarışlarda, layihələrdə uğur qazanaraq qalib olmuşuq. Hədəflərim isə, hal-hazırki hədəfim sabahın alimləri müsabiqəsi Respublika Fən Olimpiyadasında final mərhələsinə vəsiqə qazanmaqdır. Ümumiyyətlə, mən hər ikisini götürərdim, çünki onları bir-birinə ayırmaq olmaz. Onlar bir-birinə vəhdət təşkil edir. Əgər şagird maraqlıdırsa, öyrənməyə açıqdırsa, hər tərəflidirsə, mütləq o hər zaman uğur əldə edəcək. İlk öncə qeyd edirəm ki, şagirdlərimin sevgisi. Əgər şagird məni sevirsə, mütləq fənnimi də sevəcək, bacardığı qədər öyrənəcək, oxuyacaq, mənə hörmət qoyacaq, fənnimə hörmət qoyacaq. Həmçinin şagirdlərdən, valideynlərdən gələn təşəkkür kəlməsi, nə yaxşı ki, siz bizim müəlliməmizsiniz cümləsi, həmçinin məktəb rəhbərliyimiz tərəfindən dəstəkləyici mühit, rəğbətləndirmə. Hamısı mənim üçün belə deyək, günün yorğunluğunu aradan götürür. Bir sözlə desək, bütün yeni işlər görməyə sövq edir. Mən özüm də başa düşmürəm ki, nə üçün fizika fənnini çətin fənn hesab edək? Şagirdlər hadisələrin mahiyyətini başa düşürlərsə, əgər biz təcrübə əsaslı dərslər təşkil ediriksə, bu zaman fizika onlar üçün çətin fənn olmamalıdır. Mən öz dərsimdən belə bir nümunə göstərim. Naqillərin ardıcıl və paralel birləşməsi dərsini keçən zaman uşaqlara əyani cihaz və alətləri təqdim edirəm. Şagirdlərimiz elektrik dövrələrini qururlar, ardıcıl birləşdirirlər, həmçinin də paralel birləşmə və ampermetr, voltmetrin göstərişlərini izləyirlər. Özləri həmin göstərişlərə əsasən ardıcıl və paralel birləşmədə qalınan uyğunluqları çıxardırlar. Artıq şagirdlər nəzəriyyəni əzbərləmir, özləri təcrübə əsasında nəzəriyyə çıxardırlar.